Diqqət yetiririk 43-cü testdə. Tələffüzündən və ya işlənmə yerindən asılı olaraq morfoloji cəhətdən fərqlənsə də eyni cümlə üzvü yerində işlənir. Diqqət yetiririk, birinci sözə baxaq. Deyir, oxudur. Bir dəfə bunu düşünəcəm ki, bu kitab oxudu. Oxudur. Kitabın adı isim kimi. Təbii ki, tələffüzdə r düşəcək. Oxudu olur. İkincidə deyirəm ki, amma yazarkən r-nı yazıram. Yadınızda saxlayın, r burada yazılır. İkinci versiyada deyirəm ki, bu oxudur. Bu öz övladını oxudur. Nəyidir oxudur? Burada isim kimi düşünürəm. Burada isə feil kimi düşünürəm. Birincidə ismi xəbər olur. İsmi xəbər. İkincidə feili xəbər olur. Amma cümlə üzvü kimi nəticə itibarilə burada da xəbərdir, burada da xəbərdir. Mənə də deyir ki, morfoloji cəhətdən fərqlənsə də bəli fərqlənib. Biri isim olub, biri feil olub. Amma cümlə üzvü kimi eyni cümlə üzvü olsun. Bəli, bir uyğun olacaq. Oxudur sözü. Bir dəfə feil kimi oxutmaq mənasında, digəri isə kitabın adı mənasında. Oxu kitabı. İkinci sözə diqqət yetirirəm, çoxdan sözünə. Çoxdan sözü, məsəl üçün, say kimi işlədəcəyik. Bir dəfə azdan, məsəl üçün, çoxdan azı çıxmaq olar. Bu mənada say kimi işlədirik. Cümlə üzvü kimi də tamamlıq deyəcəm. Bir də deyəcəm ki, onu mən çoxdan görmürəm. Buradakı çoxdan isə nə vaxt, nə zamandan görmürəm. Tutaq ki, çoxdan zərf kimi işlənəcək və cümlə üzvü kimi də zərflik deyəcəm buna. Bir də çoxdanı dedim ki, say kimi, cümlə üzvü kimi də tutaq ki, çoxdan azı çıxmaq olur, tamamlıq kimi. Eyni cümlə üzvü olmadığına görə mən 2-ni götürməyəcəm. 2 yanlışdır. Deməli, 2-ni götürməyəcəmsə 2 olan cavabları çıxıram. 1 olan cavabları da götürürəm. Artıq cavabım məlumdur. Y variantıdır. Amma yenə də davam edirəm. Gətirin sözünü yalnız və yalnız feil kimi düşünəcəm. Gətirmək feili 3 uyğun olmaz. 3 olan variantı da çıxırıq. Akademikdir. Cavabımızın biri budur. Bilirik ki, akademik, lirik, epik bu tipli sözlərdə vurğu yerini dəyişirdi və vurğu yerini dəyişdiyi zaman onun mənası da dəyişirdi. Akademik, lirik, epik bu sözlərin vurğusu dəyişib mənası dəyişməklə yanaşı nitq hissəsi də dəyişirdi. Burada bir dəfə akademik sona düşəndə sifət deyəcəyik, ancaq əvvələ düşəndə isə biz ona isim deyəcəyik. Ona görə də deyirəm ki, bu gördüyün akademikdir. Bu zaman bu gördüyün akademikdir. İsim kimi nəzərdə tutacağıq, amma cümlənin xəbəri olacaq. Akademikdir. Bu gördüyün akademikdir. Xəbər kimi işlədəcəyik, amma nitq hissəsi kimi isim olacaq. Bir dəfə də deyəcəm ki, bu əsər akademikdir. Burada isə sifət olacaq, amma nəticə itibarilə yenə cümlənin xəbəri olacaq. Aydındırmı? O nöqteyi nəzərdən 4 doğru cavabdır. Baxıram. 5-ci sözə, bildir sözünə. Bildir sözünü bir dəfə feil kimi düşünəcəm. Bir dəfə də zərf kimi düşünəcəm. Amma feil kimi düşünəndə məsələni ona bildir. Cümlədə xəbər olur. Amma bildir mən sizə gəlmişdim. Burada cümlədə zərflik olur. Amma bizə deyir ki, eyni cümlə üzvü olsun. Ona görə 5 də olmaz. 6-cı sözə baxaq. Onsuz da cavab Y variantıdır. Artıq çıxdaşla biz müəyyənləşdirmişik. Yenə də
deyək, dərindir sözü. Deyirəm ki, bu gördüyün quyu dərindir. Cümlənin xəbəri olur, nitq hissəsi kimi sifət olur. Bu sənin dərindir. Burada isə dəri mənasında isimdir, amma cümlənin yenə də xəbəridir. Doğru cavab Y variantıdır.